Salam, hər birinizi xoş gördük. Əziz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabirindəki olan dövlət orqanlarına hazırlaşan şəxslər çoxdan gözlədiyiniz bir video var. O video nədən ibarətdir? Və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabirindəki olan dövlət orqanlarına müsahibəsi zamanı hansı hissəyə daha çox diqqət edək? Dünya görüşünə sual verilirmi? Qanunlardan ən çox indiyə qədər müsahibələrdə hansılara sual verilir və digər məqamların hər birisini mən sizlərə izahını verəcəm. Video keçid etməzdən əvvəl kanala abunə olmağı unutmayın. Deyəsən, vaxt itirmədən gəlin yavaş-yavaş başlayaq. Biz bilirik ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabirindəki olan dövlət orqanlarına birinci test imtahanı keçirilir və bu test imtahanında iştirak edən namizədlər istər məntiq, qanun və ya digər dünya görüşünə suallara doğru cavab verərək müsahibə mərhələsini keçirər. Və yaxud da ki, elə namizədlər də var ki, test imtahanından azad olaraq birbaşa müsahibə mərhələsinə müraciət edərlər. İndi biz müsahibə mərhələsinə əgər hazırlaşırıqsa, burada nəyə diqqət etməliyik? Həmin qurumlardan bizə verilir yalnız qanunun ədəbiyyat siyahısı. Yəni, qanun tutalım ki, 16, 8 və 21 dənə qanun siyahısı olanlar var. Bunlar hər birisini oxumusunuz. Lakin mən müsahibəyə gedən namizədlərindən nəinki qanun, eyni zamanda bu məqamlara diqqət edin, çünki bu məqamlar barədə müsahibə sual verilir. O nədir? Birincisi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında ümumi məlumatlar. İkincisi, dünya görüşü məlumatları. Dünya görüşü məlumatları. Onsuz da siz azdan çoxdan bilirsiniz ki, bu məqamlara diqqət etdirmək lazımdır, qanunla yanaşı. Bax, bir daha deyirəm. Deməli, bax, birinci biz diqqət edirik nəyə? Qanun. Çünki bizdə ədəbiyyat siyahısı qanun var. Bu, hər birisini oxumusunuz. İkinci, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında ümumi məlumatlara diqqət edilmək lazımdır. Əgər sual versəniz ki, hansı məqamlara daha çox diqqət edirək, çünki çoxdur. Siz diqqət edin, nazir kimdir, müavinləri kimdir, faiz istiqamətləri, Azərbaycan Xalq Cümhuriyyət dövründə ilk nazir kim olmuşdur, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında yaradılan qurumlar, tabeliyindəki olan dövlət orqanları, strukturuna daxil olmayan qurumlar, hansılar, bunlar haqqında sizə suallar veriləcək. Dünya görüşünə gəldikdə mən də sizlə razıyam. Dünya görüşü sonsuz saydadır. Lakin mən öz namizədlərimə mənim dünya görüşü kitabından keçirəm. Hansı ki, həmin dünya görüşü kitabında Azərbaycan Xalq Cümhuriyyət dövründən son dövrlərdə baş vermiş hadisələrə qədər öz əksini tapır. Sizə belə bir köməklik etmək istəyirəm. Bu videonun məqsədi ondan ibarətdir ki, dünya görüşünə hazırlaşarkən çox tarixə, daha əvvəlki tarixlərə gelib çıxmağa ehtiyac yoxdur. Məsələn, Şah İsmayıl Xətai dövrünə və yaxud da ki, bu məqama ehtiyac yoxdur. Nə də ki, Azərbaycanda olan keçmiş xadimlər barədə, ədəbiyyatçılar barədə, şairlər barədə o test imtahanı üçün bizə lazım idi. Müsahibə mərhələsində ən çox diqqət edin nəyə? Ən son baş vermiş ölkə daxili və ölkə xarici məsələlərə. Baxın, sizin üçün deyirəm, ölkə daxili və ölkə xarici məsələlərə. Ölkə xarici məsələlərə. Əgər sual versəniz ki, və desəniz ki, mən tənbələm, bu məlumatlar haradan tapım, necə tapım? Əgər bunu da desəniz, mən sizə belə bir köməklik edirəm ki, həm ölkə daxili, həm ölkə xarici məlumatları siz bu saytlardan anında dəqiq, düzgün və etibarlı məlumatları əldə edə bilərsiniz. Ölkə daxili və ölkə xarici məlumatları haradan əldə edə bilərəm? 1. Prezident.az saytından. 2. Oxu.az saytı. 3. Report.az saytı. 4. Bakı.ws saytından biz ölkə daxili və ölkə xaricində əgər hər hansısa bizim üçün önəmli bir hadisə baş veribsə, o məlumatlara diqqət edirik. Məsələn, biz bu saatlardan prezidentlərin Qərbədəki görüş barəsində məlumatlar əldə edə bilərik və Amerikadakı görüş barədə məlumatlar əldə edə bilərik. Ümumiyyətlə də çoxlu məlumatlar əldə edə bilərsiniz. Və burada məsələ bir məlumat deyil. Və məsələn, oxu.az saytı olsun, bu report.az saytına daxil olarkən biz orada müsahibə mərhələsində bizə lazım olmayan məlumatlar da qarşımıza çıxa bilər və biz onlara ehtiyac yoxdur. Məsələn, tutalım ki, bu saytlarda qeyd olunub ki, gələn il əkinçilərdə belə olur və yaxud da ki, pambıqçılığın inkişafı belə gedir və yaxud da ki, Cəlilabadın hər hansısa bir kəndində filan bir hadisə baş verib. Bu sizə lazım olacaq məlumatlar deyil. Siz bu saytlara baxarkən əsas önəmli məqamlar hansılarsa onların üzərində daha çox durmanızı tövsiyə edirəm. Bundan əlavə olaraq müsahibə mərhələsində dedik ki, qanunun hissəsində biraz danışmaq istəyirəm. Çünki qanun hissəsi çoxdur və bir çoxlarınız da hazırlaşır. Məhz o 21 dənə ədəbiyyat siyahısı olan qanun var, ora hazırlaşırsınız.
Bunların içərisində bizim üçün önəmli olacaq qanunların adlarını çəkirəm, ən vacib yerlərini sizin üçün deyirəm və onlara siz öz qeydlərinizi aparmağı unutmursunuz. Ümumiyyətlə, bax, hazırlaşarkən bu qanunlara daha çox diqqət edin. 1. Vətəndaşların müraciət haqqını qanunu. 2. 935 nömrəli fərman, yəni kərküzarlıq. 3. MEIS. MEIS birsə mərkəzləşdirilmiş elektron informasiya sistemi deyilir və SSM-in özünün bir təlimatıdır. Daha sonra elektron imza və fikir verirsinizsə, konstitusiyanın birinci, yox, konstitusiyanın sonuncu yazıram. Yəni ki, biz müşahidə edirik ki, müsahibələrdə bu 4 dənə qanun daha çox sual verilir. Nəinki konstitusiyadan? Ona görə də konstitusiyanı oxumağı oxuyursunuz, lakin bu məqamlara daha çox diqqət edirsiniz. 935 nömrə, bunun içərisində ən vacib mən deyərəm ki, 935 nömrə MEIS-dir. Burada siz oxuyarkən, əgər siz bilirəm ki, bu videoya baxan namizədlərin çoxusu özü hazırlaşır və ya başqa məndən hazırlaşanlar var, heç bir fərq yoxdur, bu video hər biriniz üçündür. Sadəcə burada MEIS daha çox diqqət eləməlisiniz. Burada MEIS-dən söhbət nədən gedir? MEIS-də müəyyən alt sistemlər var. Məsələn, sovqat alt sistemi, əlillik, pensiya alt sistemlər və s. Bunun adını əzbərləyəndən sonra siz diqqət eləməlisiniz ki, MEIS-də. Bunu bax, bilirsiniz, artıq oxuyanlar başa düşdü ki, mən nə deyirəm. MEIS-də oxuyanlar hansı alt sistemlər var, onu bildi. Düzdürmü? Məsələn, sovqatdır, pensiyadır, əlillikdir və digərlər alt sistemlərdən ibarətdir. Bunun adını əzbərləmişsiniz. Bəs bunun mahiyyətinin nə olduğunu bilirsinizmi? Yəni, sizə sual verirsə ki, bu alt sistemlər nədən ibarətdir, niyə belə bir alt sistem var? Bu haqqında yəqin ki, sizə deyirlər. Baxın, əgər biz, yəqin ki, bir çoxlarınız Word-də işləmişsiniz, tutun ki, bunu Word hesab edin. Yəni, kompüterdə Word-də işləyirsiniz. Burada tablar var da, məsələn, insert tabı, nə bilim də, home tabı, düzdürmü? Və yaxud da ki, nə bilim, view tabı. Biz MEIS-də olan bu alt sistemləri tabların yerinə qoyun. Məsələn, tutalım ki, burada əlillik sistemi var. Elə ki, sistemli işləyirsiniz, Word kimidir və bu MEIS-də olan tabları gətirib yuxarı qoyuruq. Məsələn, əlillik tabı var burada və yaxud da ki, pensiyadır, və yaxud da ki, sovqatdır, və yaxud da ki, səfərbərlikdir. Düzdürmü? Bax, bu tablar var. Buradakı olan alt sistemləri bax, bu şəkildə düşünürsünüz. Bunu biləndən sonra növbəti bəndlərdə bizi qarşılayır nə? Deyir ki, məsələn, tutalım ki, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi və yaxud da ki, digər qurumlar bu tabdan istifadə edərək nə iş görür? Yəni, siz bu tabları öyrənəndən sonra eyni zamanda başqa bir qurumlarda bu tabdan istifadə edilməsində orada danışır, onları çox yaxşı şəkildə öyrənməlisiniz. Bundan əlavə olaraq nəyə diqqət edirik? Məsələn, deyir ki, pensiya alt sistemində, tab dedilir, pensiya alt sistemində bu iş görülür. Sovqat alt sistemində bu iş görülür. Əlillik alt sistemində bu iş görülür. Yəni ki, bax, belə başa düşün. Sizə artıq həmin qurumun bir işçisisiniz və bir vətəndaş yaxınlaşır. Deyir ki, mən sosial məişət məsələsilə bağlı falan problemi həll etmək istəyirəm. Siz avtomatik olaraq MEIS-i bilməlisiniz axı. Fikirləşməyin ki, mən görürəm hansı, elə ki, Word kimi düşünün, qarşınızda sistem açıqdır. Görürəm mən hansı tabı açın, hara daxil olum. Onu fikirləşməyin. Çünki siz avtomatik olaraq bilməlisiniz ki, sosial məişət məsələləri bu tutalım ki, sovqat tabıdır. O zaman avtomatik olaraq sovqat tabına daxil olursunuz və orada müəyyən işlər görürsünüz. Və yaxud da ki, sizə bir qoca kişi yaxınlaşır, artıq buranın işçisiniz. Sizə bir qoca kişi yaxınlaşır və deyir ki, mənim bu pensiya məsələsinin həll olunur, ya kəsiblər, ya necə olsun, yəni sizə pensiya barədə müraciət edir. Siz oturub düşünməyin ki, görək mən hansı alt sistemə daxil olum. Avtomatik olaraq bilməlisiniz ki, bu pensiya alt tabına yerləşir. Yəni pensiya hissəsi yerləşir. O zaman pensiya tabına daxil olursunuz, tam ki, burada pensiya tabıdır. Pensiya tabına daxil olursunuz və burada pensiya aid ümumi məlumatlar açılır. O zaman vətəndaşların işini həll edirsiniz. Yəni demək istədiyim odur ki, hər bir qanun bax bu şəkildə başa düşərək, mahiyyətini bilərək, siz bunu bildikdən sonra müsabiqədə bu nəzəri məqamları deyib, daha sonra praktikasını deyə bilərsiniz. 935 nömrəli prezidentin fərmanında bilirsiniz ki, kərküzarlıqdan söhbət gedir. Kərküzarlıq nədir? Sənədlərin təşkili, işi üzrə bir fəaliyyətdir və dövlət dilində aparılır. Və kərküzarlıq xidmətinin müəyyən vəzifələri var. Və s. 2 saat danışa bilərik kərküzarlıq haqqında. Keçid edib videosuna baxa bilərsiniz. Həm test imtahanı üçün, həm də müsahibə üçün video izahı YouTube kanalında mövcuddur.
Sadəcə demək istədiyim odur ki, kərküzatda hər bir bəndi, hər bir maddəni alt bəndə çox yaxşı şəkildə oxuyun. Çünki sizin işiniz məhz 935-dən ibarətdir. Bir çoxlarında çətinlik gələn təlimatlardan biri bilirsiniz nə? 950 və 951 nömrəli kərküzatlıqlardır. Amma bu sizə çətin gəlməsin. Niyə? Çünki orada demək olar ki, əldə tutulacaq bir şey yoxdur. Sən sadəcə orada diqqət elə. Bu iki təlimata ümumiləşdirib danışıram. Orada sən sadəcə diqqət elə nə? Prezident administrasiyasının razılığı ilə hansı işlər həyata keçirilir? Bundan əlavə olaraq sənədlər Milli Arxiv Fondu haqqında qanuna görə neçə müddətə saxlanılır, 5 il müddətinə məhv olunması kim tərəfindən həyata keçirilir, Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Özüm sual verib, özüm cavab verəm ki, daha yaxşı yadınızda qalsın. Yəni, bu iki dənə 950 və 951 təlimatda əldə tutulacaq bir şey yoxdur deyə hər ikisini 3 dəfə, 4 dəfə oxumanız kifayətdir. Vətəndaş müraciətdə bilirəm ki, sizin üçün çox rahat olacaq təlimatlardan biridir. Bizim üçün burada olan nədir? Əsas anlayışlar. Məsələn, təklif, ərizə və şikayət. Və yer gəlmişkən onu sizə demək istəyirəm ki, biz səhv edildiyimiz bir məqam var. O nədən ibarətdir? Elə bilirik ki, təklif, ərizə və şikayət müraciətin növləridir. Bax, növü deyil, formasıdır. Təklif, ərizə və şikayət müraciətin formasıdır. Növləri şifahi, telefon, yazılı, kollektiv, budur növlər. Bu üçün formadır. Və siz bu suala cavab verdikdən sonra, məsələn, bax, indi hal-hazırda özünüzü müsahibəyə getmiş bir şəxs kimi hesab edirsiniz. Və mən də sizə müsahibədə bir ekspert kimi sual verirəm. Hazırlaşıb gəlmişsiniz, düzdür? İndi gəlin görün necə hazırlaşmışsınız mən bu suala. Mən sizə sual verirəm. Təklif, ərizə və şikayət nədir? Sən bunu oxuyub gəlmirsən və o saatan cavab verirsən ki, təklif hər hansısa bir normativ hüquq aktlarının təkmilləşdirilməsi, elm, təhsil, mədəniyyət sahəsində edilən bir müraciətdir. Ərizə hüquq və azadlığın həyata keçirilməsi üçün edilən bir müraciət. Şikayət pozulmuş hüquq və azadlıqların bərpası, müdafiəsi məqsədilə edilən bir müraciətdir. Sən bu cavabı mənə dedin. Mən sənə müstəqil ekspert olaraq qayıdıb belə bir sual verirəm ki, ən son nə vaxt təklif, ərizə və şikayət etmirsən? Bax, sualımı eşitdin. Sən mənə təklif, ərizə və şikayətin nə olduğunu nəzər şəklində dedin. Mən də sənə deyirəm ki, ən son nə zaman dövlət orqanına, hər hansı bir dövlət orqanına təklif, ərizə və şikayət etmirsən? İnanın ki, mənə bu sualı 100 namizədə desəm, onun 90 dənəsi mənə cavab verə bilmir. Tutulub qalır. Yəni, əslində tutulub qalıramsa, avtomatik olaraq mən müsabiqini kəsilərəm. Və əgər mənim qarşımda bir namizədə olsa, mən də ona 0 bal yazaram. Çünki bu adam ən son nə vaxt təklif, ərizə və şikayət etdiyini bilmir. Ola bilsin ki, sən etməmisən. Amma niyə də demirsən ki, mən tutalım ki, ən son təklif eləmişəm ki, Elm və Təhsil Nazirliyinə müəllimlərin işə qəbul imtahanı yay ayında yox, hər hansısa bir payız ayında keçirirsən. Təklifdir. Bəlkə sən heç belə bir şey yoxdur. Deməli, uydurursan. Yox, amma sən işin içindən çıxmalısan. Deyək ki, ən son ərizə yazmışam, bizim tutalım ki, qardaşım oğlum bağça yazarkən, ən son onun adına ərizəmlə yazmışam, qardaşım adından. Və yaxud da ki, şikayət, 5 gün suyumuz gəlmir, mən Azərsuya şikayət ərizəsi göndərmişəm. Ən son şikayətim bəs bundan ibarətdir, müəllim. Bax, sən bunu deməklə orada qarşı tərəfi aldatmış deyilsən. Sadəcə bunu öz dilə gətirirsən ki, ən son bu vaxtda şikayət eləmişəm. İşin içindən çıxmalısan. İndi mən ən son nə vaxt təklif, ərizə və şikayət etmirsən cavabını dedim. Sizin üçün önəmli olan məsələ budur ki, nəzəri sual verilib. Daha sonra bu nəzəri sualdan sizə bir praktiki bir məqamdan sual veriləndə, bunun cavab verən şəxsdir müsahibədən keçən. Mən bunu həmişə demişəm. Yoxsa hamı nəzər oxuyub gedir və bir söz deyəcəm, yəni ki, tutulub qalmayın və yaxud da ki, bunu sizin xətrinizə dəyməsi üçün demirəm. Məsələn, bax, mən oxuyub getmişəm, müsahibədəyəm, namizədəm də düzdür, oxuyub getmişəm, qarşı tərəfində ekspertlər dayanıb. Sual verir, cavab verirəm, sual verir, cavab verirəm, sual verir, cavab verirəm. Amma mən burada cavab verdiklərimi məndən çöldə gözləyən namizədlər də cavab verəcək. Çünki onlar da oxuyub gəlib, mən də oxuyub gəlmişəm. Bunlar nəzəri məqamlardır. Nəzər məqamları sualı robot kimi cavab verim ancaq. Onlar da mən də. Yaxşı, mənim çöldə gözləyən 100 nəfərdən fərqim nə oldu? Deyil mənə. Bax, fərqim nə oldu? Fərqim o olardı ki, təklif, ərizə və şikayət nədirə praktiki şəkildə cavab versəydin, sənin fərqin olardı. Bax, mən sizin gözünüzü açmaq üçün bunu demək istəyirəm ki, əziyyət çəkirsiniz, oxuyursunuz və bunun sonu gəlməlidir. Əgər sizə bu tipli praktiki məqamların izahı verilmirsə, onu tələb edin. Və yaxud da ki, hər hansı bir sizə çətinliyiniz varsa, müraciət eləyin, gec olmadan. Demək istədiyim, bax, buna ibarətdir. Nəysə, çox uzatmadan, vətəndaş müraciətinə digər məqamlar müraciətə baxılmasının prinsipləridir, müraciət edən şəxsin hüquqlarıdır, müraciəti hansı halda baxılmamış saxlanıla bilər. Bunlar haqqında bilirsiniz, çox danışmayacağım. Bir çoxlarınızın real yeri, bax, bu elektron imza.
Elektron imzada niyə çəkinirsiniz ki? Elektron imzada çətin bir şey yoxdur. Sadəcə bəzi məqamlara diqqət yetirmək lazımdır. İndi onu da sizə deyəcəm bir. Əgər kimsə elektron imzanın videosuna baxmayıbsa, keçid edib baxa bilər. Mənim YouTube kanalımda elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanununun video izahı var. İstəyib baxa bilərsiniz. Elektron imza və elektron sənəd. Burada bizi maddə 1 qarşılayır. Mən sizinlə razıyam. Maddə 1-də bəlkə 25-26 dənə əsas anlayış var da, düzdür. Bunun hamısını oxumağa düzdür, hamısını oxuyun. Çünki bizdə burada maddə 1 hamısı tələb olunur. Amma mən öz namizədlərimə və məsləhət görürəm sizlərə ki, nə edin? Burada ən çox hansı məqamlar bizim üçün önəmlidir, onu oxuyuruq. Məsələn, elektron sənəd nədir? Bax, deyim hamısını. Elektron sənəd nədir? Elektron imza nədir? Gücləndirilmiş elektron imza nədir? Elektron sənədə yazmıram. Elektron sənəd göndərən kimdir? Alan kimdir? Dövriyyətçisi kimdir? Verilənlər nədir? Verilənlər daşıyıcısı nədir? Bu bizim üçün önəmli sual. Daha sonra bunu öyrənən sonra maddə 6-ya gəlirəm. Maddə 6-da mənim üçün önəmli olacaq 2 maddə var, 2 bənd var. 6.1 və 6.3. 6.1-ə görə dövlət hakimiyyəti və yer üzündə haqqında olan göndərdiyi məlumat bildirişi hansı imzadan istifadə olunur, həm gücləndirilmiş, həm sertifikatlaşdırılmışdır. Amma 6.3-də fiziki və hüquqi şəxsin göndərdiyi məlumat bildirişi isə yalnız gücləndirilmişdir. Bunu biləndən sonra, məsələn, maddə 21 var. Elektron sənədlər tələblər. Maddə 29 elektron sənəd saxlanmasına dair tələblər. Bax, işləyirsən mən 21 elektron sənədlər tələblər, 29 saxlanmasına dair tələblər. Bu ikisinin fərqi bil. Bu ikisini qarışdırma. Bundan sonra maddə 22 elektron sənəd hansı quruluş, 24 hansı təqdimat forması, bunları bilirsən. Bir də elektron imzada sənə 2 məqam deyəcəm. Bunlardan biri maddə 20 deməli deyəcəm sizə 29-cu maddədir. Bir də maddə 32. Bu məqamlara daha çox diqqət edin. Yaxşı, maddə 32-də ikinci bənd. Yəni elektron imza çətin bir şey olmaz. Bax, biz burada nə öyrəndik? Onu öyrəndik ki, əsas anlayışlara nəyə diqqət edək? Elektron imzada növbəti maddə nəyə diqqət edək? Uzun sözün qısası, əziz Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabelindəki 10 dövlət orqanlarına hazırlaşan şəxslər, əgər biz ora müsahibədə oxuyub gediriksə, yalnız qanunları oxuyub gediriksə, müsahibədən keçirmə ehtimalımız yüksəkdir. Bu video vasitəsilə sizin o zaman gözünüz açılacaq ki, nəinki qanun, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, eyni zamanda onun tabelindəki olan dövlət orqanları haqqında məlumat əldə etməliyəm. 2. Dünya görüşü haqqında ən son ölkə daxili, ölkə xarici baş verən məqamlar haqqında məlumat öyrənməliyəm. Həmin məlumatlardan hansı saatda öyrənəcəyimi də müəllim lövhəyə qeyd elədi. Bundan əlavə olaraq hər birinizdə qanunlar var. Bir çoxlarınızda 8 dənə, 10 dənə, 21 dənə ədəd qanun ədəbiyyat hissəsi var və həmin qanunların içərisində hansı qanunlara daha çox diqqət edəcəyinizi də mən məhz bu lövhə vasitəsilə sizlərə göstərdim. Hər birinizdə imtahanda uğurlar arzu edirəm. Əgər sizin imtahan vaxtı hələ ki açıqlanmayıbsa, azdan çoxdan özünüz oxumusunuz, bazanız varsa, bizim dərslərimizə də qoşula bilərsiniz. Sürətləndirilmiş şəkildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hazırlıqlarımız davam edir, həm əyan şəkildə, həm də onlayn şəkildə. Hər birinizə imtahanda uğurlar arzu edirəm.